bizi qəbrə qoyacaqlar. Hədisdə var, cəmaat gedəcək. Hamısının o gündən var. İndidən o günün fikrində olaq. Cəmaat qoyurlar, dostlar, övladlar, yaxınlar bizi qoyacaq qəbrə. O ki dedi, sənin üçün canımı verərəm, falan elə hamısı başına aşağı salıb gedəcəklər. Ölmüş adamın ruhu baxır, görür hamısı getdi. Deyirlər ki, qışqırır dallarıca ki, məni burada tək qoyub hara gedirsiniz? Hədis deyir ki, cəmaat gedəcək, bu fəryad eləyəcək, heç kəs eşitməyəcək. Başını salıb gedəcəklər. Allahdan nida gələcək, mənim bəndəm. Görürsən, tək qaldın. Görürsən, necə vəfasızdılar. Vəfasız o mənə yox ki, pisdilər, başqa bir şey eləyə bilmirlər. Zaten vəfasızdılar yəni. Görsən, getdilər. Kim qaldı? Bir sən qaldın, bir mən. Məndə həyəcanlanacaq. Allah deyəcək, amma narahat olma. Səni elə nəvaziş eləyəcəm. Səni elə sığal çəkəcəm ki, aləmi heyrətə gətirib. Düzdür, sən bunlara görə mənə günah edirdin. Bu adamlara görə məni unudurdun. Amma bil ki, səni elə nəvaziş eləyəcəm ki, görəcəksən, sən tək deyilsən.